Əvvəlcə bizə nə lazımdır? 1 kilo un, ələnmiş un və 500 ml də bu sudan götürürük. Yəni suyu bununla əvəz edirik. Həmin mayənin içərisinə maya tökürük. İki yumurta çırpırıq. Yüz milli kərə yağı əridib tökürük. Və üzərinə 50 milli maye yağ tökürük. Günə baxan yağı. Və bunları yaxşı-yaxşı qarışdırırıq. Daha sonra üzərinə 200 milliqram xama tökürük. Yəni yediyiniz, bildiyiniz qoğallardan fərqlənəcək bunun dadı. Əminəm. Yaxşı-yaxşı qarışdırdıq. İçərisinə yarım çay qaşığı duz, yarım çay qaşığı sarı kök və bunu çox adam bilmir, çox adam da istifadə eləmir. Biz yarım çay qaşığı da əlavə edirik razyana və yaxşı-yaxşı qarışdırırıq. Əlavə üzərinə 1 yemək qaşığı şəkər, 1 yemək qaşığı da üzüm sirkəsi. Yenə qarışdırırıq. Hazırladığımız mayeni əlavə edirik unumuza. Və yaxşı-yaxşı da qovurmaq yox, yoğurmağa başlayırıq. Xəmirimizi yoğurduq, üstünü bağlayırıq, isti yerdə saxlayırıq. Təxminən 1 saat, 1 saat yarım ki, xəmirimiz mayalansın. Xəmirimiz mayalanana qədər biz içliyi hazırlayacağıq. İçliyi üçün bizə lazımdır 250 qram un. Üzərinə əlavə edəcəyik 1 çay qaşığı cirə, 1 çay qaşığı sarı kök, yarım çay qaşığı qara istiot, yarım xörək qaşığı duz, bunları yaxşı-yaxşı qovururuq. Razyananı isə qovurandan sonra vuracağım ki, dadı itməsin. Demək, qovurduq, soyutduq. İndi üzərinə 2 yumurtanın ağını əlavə edirik. Sarısını isə üzü üçün saxlayacağıq. 50 milli zeytun yağı, 100 milli əridilmiş kərə yağı. Və sonda 1 xörək qaşığı razyana. Bunların hamısını əlimlə qarışdırıram. İçliyimiz hazırdır. Rəngi möhtəşəm, qoxu möhtəşəm. Birazdan qoğalı hazırlayacağıq. Xəmirimiz gəlir. Maşallah, maşallah. Qəşəng xəmir rahatlayaq. Ya Allah, başladıq. Xəmirimizi yayırıq. Yaydıq, indi də başlayırıq yağlamağa. Yağladıq, ikinci qatımızda çəkirik və beləcə 8 qat eləyəcəyik. Yağlayacağıq, yığacağıq, yağlayacağıq, yığacağıq. İndi yağladıq, yığdıq, indi kəsməyə başlayırıq.
Sonra götürürük. İçini açırıq formada. Və düzəltdiyimiz içlikdən içərisinə qoyuruq. Və bağlayırıq. Balaca belə qoğallarımız. Yumurtanın sarısına biraz zeytun yağı əlavə edib qoğallarımın üstünü rəngləyirəm. Üzərinə çörək otu. Hazırladıq. Gedir sobaya 170 dərəcəyə üstü qızarana qədər. Getsin. Qoğallarımız artıq hazırdır. Əla. Əllərimə sağlıq. Nuş olsun.